Bugün bir video paylaşdım. Təəssüf ki, insanlar qulaqlarına gözlərindən daha çox inanırlar. Fikrin müəllifi Herodotdur. Bu həqiqətən belədir. Mən o videonun sonunda belə bir ifadə əlavə elədim ki, əgər sən təkamülü bilmirsənsə, bunun səbəbini də heç vaxt bilməyəcəksən. Bu həqiqətən belədir. Səbəb isə çox sadədir. Bizim beynimiz, insan beyni ibtidai cima quruluşunda proqramlanmış beyindir. Və səs bərabərdir, sürətli reaksiya, göz bərabərdir, təhlil və nəticə. Beyin belə işləyir. Yəni, ibtidai cima quruluşunda həyatda qalmaq üçün proqramlanmış beyin səsi daha ciddi qəbul edib, səsə ciddi yanaşır, səslə bağlı olan hər şeyi birbaşa həqiqət olaraq kodlayıb beyinə. Amma gözlə görülən şeyləri sadəcə analiz edir, təhlil edir, sonra qəbul edir. Buna bir misal olur. Bunu belə də izah eləmək olar. Göz ancaq qarşı tərəfi görür, qulaq isə 360 dərəcə hər şeyi eşidir. Ona görə də beyin qulağın eşitdiyini daha ciddi qəbul edir, nəinki gözün gördüyünü. Bunu belə də izah eləmək olar. Məsələn, gecə vaxtı gedirsən, arxadan gələn bir şaqqıltı, bir şıqqıltı, bir səsə avtomatik olaraq ürək başlayır sürətlə döyünməyə. Beyin amigdala aktivləşir, kortizol ifraz eləyir və adrenalin ifraz eləyirsən, artıq təlaşa düşürsən və bədəndə artıq proses başlayır. Amma qarşı tərəfdən kölgə görürsən, qara bir şey gəlir, düşünürsən. Görən nədir? Bəlkə kölgədir, bəlkə gözümə görmür, filan edir, təhlil edirsən, hələ qorxmursan. Belə təhlil edirsən, analiz edirsən. Çünki görürsən ki, görən nədir? Amma səsə sən avtomatik reaksiya verirsən. Bu belə kodlanıb, bu belədir. Bunu beyin bu cür qəbul edir və ona görə də bizim səslə aldığımız informasiya daha sürətli şəkildə bizim beynimizə həkk olunur. Çünki beyin onu belə qəbul edir. Amma gözlə görüləni sual verəcək, inanmayacaq, şübhə eləyəcək, sorğulayacaq. Çünki o qədər vacib deyil. Məhz beynimizin dilini bilənlər də bizə informasiyaları məhz səslə beynimizə ötürürlər. Buna misal olaraq azanı misal göstərə bilərəm. Bəli, ən kəskin vasitədir, xüsusi frekanslarla və həmçinin digər musiqilərlə bizim beynimizə yeridilən qulaq vasitəsilə yeridilən hər bir informasiyanın biz birbaşa əsiriyik. Çünki onu bizim beynimiz bizdən kənar artıq həqiqət olaraq kodlayıb və sorğu-sual eləməyə cəsarətimiz çatmır. Gözümüzlə gördüyümüz şeyi qoyurlar qabağımıza, deyirlər ki, bu qatıqdır, bu ağdır, deyirsən, yox, bu ağ deyil, maviyə çalır, təhlil edirsən, analiz edirsən. Onu sən eləmirsən, çünki beyin belə kodlanır. Beynini tanımırsansa, sən həmişə haqlısan, çünki sənə heç nəyə sübut eləmək mümkün deyil, çünki sən yoxsan. Sən beyninin içində, qaranlıqda həbsdəsən, zülmətdəsən. Beyin sənin əvəzinə qərar verir, beyinə isə nə isə sübut eləmək, onunla döyüşmək deməkdir. Çünki beyin kənardan gələn hər bir siqnalı sadəcə təhlükə kimi, qorxu kimi, dinozavr kimi qəbul edir. Əgər sən ona düzü də deyirsənsə, o bir həqiqət bilir. Qulağından aldığı informasiyanı. Bu qədər.